Allahu 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 Allah Allahu 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 Allah Allahu Allahu Bismillahirrahmanirrahim ve bihi nesta'in. Allahumma salli ala Muhammed ve ali Muhammed. Selamun aleyküm və rəhmətullah. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Şəvval ayının 15-i Həzrəti Həmzə əleyhissalamın şəhadət günüdür. Bu gün münasibəti ilə siz əzizlərə başsağlığı verirəm. Bildiyiniz kimi Hicrətin 3-cü ilində Ühud müharibəsi baş verdi. Bu müharibədə bir çox səhabələr dünyasını dəyişdi, şəhid oldu. O cümlədən Həzrəti Həmzə əleyhissalam. Bəzi tarixçilər bu günü Şəvvalın 8-i kimi qeyd edirlər, bəziləri isə 15-i. Həzrəti Həmzə əleyhissalam etiqad baxımından, inan baxımından çox yüksək olub, Həzrəti Peyğəmbəri müdafiə edib. Hətta buyururlar ki, İslam gətirməzdən öncə, müsəlman olmazdan öncə də Peyğəmbərin kənarında olub, Peyğəmbərə yardım göstərib və müsəlman olandan sonra da hər zaman Peyğəmbərlə, Həzrət Peyğəmbərlə birgə olub, bütün müharibələrdə iştirak edib və Hicrətin 3-cü ilində Ühud müharibəsində şəhid olub və hətta o qədər əzəmətli şəxs olub ki, buyururlar ki, Əhzab surəsinin 23-cü ayəsi Həzrəti Həmzə kimi şəhidlər barəsindədir. O ayədə oxuyuruq ki, Əuzu billahi mineşşeytanirracim, minəl mu'mininə ricalun. Bəzi möminlərdən elələri də var ki, sadaqu ma ahadullah aleyh. Allahla bağladıqları əhdə sadiqdilər. Fəminhum mən qada nəhbəh. Onlardan bəziləri şəhid olublar. Və minhum mən yantadir. Bəziləri də gözləyirlər. Və mə bəddəlu təbdilə və bağladıqları əhdləri də dəyişməyirlər və Allah təbarək və təala bunların sədaqətinə görə, sidqlərinə görə, doğru danışdıqlarına görə bunlara mükafat verəcək. Liyəciyallahu sadiqinə bisidqihim. Bu ayə buyururlar ki, Həzrəti Həmzə kimi şəxslərin barəsində nazil olub və bildiyiniz kimi və minhum mən yantəzir, bəziləri də gözləyirlər ayəsi də Həzrət Əli əleyhissalam kimi şəxslər barəsindədir. Bir daha da bu məsələni təkrarlayıram. Həzrət Həmzə barəsində çox danışmaq olar. Onun əzəməti barəsində, etiqadı barəsində, Allaha olan inamı son anına qədər bu inamı qoruyub saxladı. Çox əzəmətli şəxs oldu. Bu əzəmətinə görə də Həzrəti Peyğəmbər Həzrəti Həmzəyə Seyyid-ü-Şühəda adı verdi. Yəni şəhidlər ağası. Bu adı Həzrəti Peyğəmbər Həzrəti Həmzəyə verib. Burada bir məsələ var, istəyirəm siz əziz izləyicilər üçün qısa şəkildə buna aydınlıq gətirəm. O da budur ki, biz Seyyid-ü-Şühəda deyəndə adətən Həzrət Əbu Abdillah İmam Hüseyn əleyhissalamı nəzərdə tuturuq. Amma gördüyünüz kimi Allah təbarək və təalanın Peyğəmbəri, Rəsulu, Həzrəti Rəsul Həmzəyə də bu adı verib. Bunlar arasında görəsən ziddiyyət varmı? Heç bir ziddiyyəti yoxdur. Bu əslində bir ləqəbdir, bir addır ki, Həzrəti Peyğəmbər bu adı Həzrət Həmzəyə verir və bəzi şiə mənbələrində var ki, bu ləqəbi Həzrət İmam Hüseyn əleyhissalama da Həzrət Peyğəmbər verib. Düzdür, İmam Sadiq əleyhissalamın zamanından sonra məşhurlaşdı bu ad. Həzrət İmam Hüseyn əleyhissalamın yəni Seyyid-ü-Şühəda olması daha məşhurlaşdı. Amma buna baxmayaraq, Seyyid-ü-Şühəda adı İmam Hüseyn əleyhissalama Həzrət Peyğəmbər tərəfindən verilib. Deməli, bunlar arasında heç bir ziddiyyət yoxdur, heç bir uyğunsuzluq yoxdur. Bu ləqəbdir. Mümkündür 5 dənə bizim Seyyid-ü-Şühədamız olsun, 10 dənə Seyyid-ü-Şühədamız. Seyyid-ü-Şühəda, yəni şəhidlər ağası bu mənada ki, yəni bu şəxs əzəmətlidir, bu şəxs dəyərlidir, bu şəxs digər şəhidlərdən üstündür, üstünlüyü var bu mənada. İndi baxmayaraq ki, bəzi izahlar da vermək olar burada.
Bunu da xatırladım ki, hər zaman Şiə mənbələrində Seyyid-i Şühəda adını eşitsəniz, mütləq şəkildə İmam Hüseyn əleyhissalam nəzərdə tutulur. Amma əgər qeyd vurulsa, Həzrəti Həmzə əleyhissalam nəzərdə tutulur. Xülasə, bunlar arasında heç bir ziddiyyət yoxdur. Hər ikisi Seyyid-i Şühəda, şəhidlər ağasıdır. Yəni, əzəmət sahibidir. Şəhidlərin içində daha yüksək məqama sahibdir və bu ləqəblər bunu göstərir, bu məsələni bizə göstərir. Bu qədər. İnşallah bir daha sizlərə başsağlığı verirəm. İltimas-ı dua və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahu, 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 Allah.